Karantin düşəndən mənim oğul övladım dünyaya gəldi. Onu heç mənim atam, anam, yəni bircə anam görmüşdü. Atam, yəni bacılarım heç kim görməmişdi o uşağı. Yəni sərhəd bağlı olduğuna görə gedə bilmirdik. Biz burada Sadıqlıda yaşayırıq. Sərhədi keçən kimi 1 kilometr heç getmirsən, evimiz buradadır. Buradan baxanda bəlkə görünür, amma biz ora getmək üçün nə qədər yol gedirik. Atam mənim rəhmətə getdi. Bu yaxından heç hələ 40-ı çıxmayıb. Atam qəfil rəhmətə getdi. Məcbur oldum, bilet aldıq. 360 manata. Körpə uşağımı, 6 yaşında uşağımı məcbur oldum, evdə qoydum, getdim yiyəsiz. Yəni ona heç bilet almağa imkanımız olmadı. Yəni məcbur oldum, geri qayıtdım uşağa görə, uşaq evdə tək qalmasın. İndi məcburam 40-ında bir də gedəm. Biz buradan, yəni yenə deyirəm, buradan 2 kilometr yolu biz gör nə qədər neçə kilometr gedirik. Buradan gedirik Tiflisə, Tiflisdən düşürük Bakıya, Bakıdan gəlirik Akstafya, Akstafadan da Sadıqlıya. Geri qaydanda, yəni yoldaşım bura vətəndaşı olduğu üçün quru yolla gələ bilirəm.